Salam əziz insanlar. Özünü dərk etmə kanalına yenidən xoş gəldiniz. Kanalın adı dəyişildi və həqiqətin özü oldu. Ümumiyyətlə, bu kanalı buraxandan sonra mən aylar sonra Həqiqəti Dərk Et adında bir kanal açdım YouTube'da yenidən. Orada paylaşımlar etdim. Lakin dedim ki, orada bir də heç bir şey paylaşmayacağım. Ümumiyyətlə, insanları nəyəsə öyrətməyə çalışmayacağım. Amma bu o demək deyil ki, mən həqiqəti deməkdən vaz keçəcəm. Yəni, onsuz da görürəm ki, yalanları çatdıranların sayı get-gedə artır, çoxalır və insanlar istədikləri yalanları danışırlar hər bir formatda. Və istəyirlər ki, sizlər də onların dedikləri yalanlara neyniyəsiz, inanasınız. Bu kanalın da adı oldu Həqiqətin Özü. İndi mən sizinlə açıq, aşkar, tərtəmiz həqiqətləri paylaşmağa davam edəcəm. Ən azından istəyirəm ki, bu videolar digər insanlara çatsın deyə siz kanala abunə olasınız və videonun altında şərh yazasınız. Çünki sizin şərhiniz bu kanaldakı videoları digər insanların görməsinə köməklik edir. Videonun adı belədir. Həqiqəti harda axtarmaq lazımdır? İndi o filosoflardır, ziyalı insanlardır, ruhsal koçlardır, numeroloqdur, taroloqdur, ruholoqdur, kimlərdir, sizə deyirlər ki, həqiqəti hansısa bir nəsnədə axtarmaq lazımdır və yaxud da ki, göylərdə axtarmaq lazımdır, həqiqəti kitablarda axtarmaq lazımdır. Ən çox da, ən əsası, müqəddəs kitablarda. Bir nəfər ağıllı çıxır, deyir ki, müqəddəs kitabları oxuyun, siz oradan həqiqəti tapacaqsınız. Bu mümkün deyil. Ona görə yox ki, həqiqət gizlin bir şeydir. Ona görə yox ki, həqiqəti tapmaq mümkün deyil. Ona görə ki, həqiqəti olmayan yerdə axtarırsınızsa, sizin birincisi illəriniz gedəcək, ikincisi də siz nəyi və necə axtardığınızı bilmirsinizsə, nəyin dalıca düşdüyünüzü, məqsədinizin nə olduğunu, bu axtarış prosesində nəyi əldə etmək istədiyinizi bilmirsinizsə, siz buna heç zaman gəlib çata bilməyəcəksiniz. Çünki siz nominal olaraq, ideya olaraq bir şeyi uydurursunuz. Məsələn, mən inanıram ki, bu kitabda həqiqət var. Mən o kitabı alıb oxuyanda mən həqiqəti biləcəm. Mən nə edirəm? Mən uydururam, düzdür? Uydururam və uydurmama inanıram. Deməli, əsas məsələ nədir? Həqiqəti harda axtarmaq lazım olduğunu bilmək. İndi mən 18 yaşından həqiqəti axtarmağa başlaya yalnız 26 yaşımda anlamışdım ki, həqiqəti harda axtarmaq lazımdır. Təbii mən də kitablar oxuyurdum, filan şeylər eləyirdim. O yalancı insanlara qulaq asırdım. Yenə deyirəm, hər hansısa bir müəllimə, ustada qulaq asmaq, mən sizə kömək edəcəm deyən insana qulaq asmaq, sizin özünüzə inamınızı azaldır. Sizin özünüzün həqiqəti bilməyinizə maneəçilik törədir. Sizin içinizdə şübhələr yaradır. Siz qeyri-kamil, cahil olduğunuza və həmin şəxsin, peyğəmbərin, ruhsal koçun, ustadın ağıllı olduğuna inanırsınız və düşünürsünüz ki, mən yalnız və yalnız onun mənə dediyi üsullarla, vasitələrlə həqiqəti dərk edə bilərəm. Niyə görə? Çünki siz həqiqətin harda olduğunu bilmirsiniz deyə elə bir qaranlıq otaqdasınız və müəyyən yerlərdən işıq yanır. Siz də o tərəflərə qaçırsınız. Deyirsiniz ki, hər yer qaranlıqdır. Axı mən müəyyən bir yerə qaçmasam, mən işığa çata bilməyəcəm. İndi isə mən sizə həqiqətin harda olduğunu və onu harda axtarmalı olduğunuzu demək istəyirəm. Və bilin ki, siz həqiqətin harda axtarmalı olduğunuzu bilirsinizsə,
O zaman siz elə bil yolun 50-60%-ni artıq keçmisiniz. Təsəvvür eləyin ki, bax mən misal çəkirəm. Gedirəm Manqolistana və Manqolistanda neft axtarıram. Mənim elədiyim düzdürmü? Yox. Amma səyahət eləyirəm və birdən-birə gəlirəm Azərbaycana çatıram. Bu o deməkdir ki, mən nefti tapmışam. Xeyr. Analogiya göstərəm də. Neft hardadır? Torpağın altındadır, düzdür. Amma əsas odur ki, mən Azərbaycana gəldim, çatdım və artıq bilirəm ki, bu neft buradadır, düzdür. Ən əsası elə budur. Yolun 50-60% elə bu idi məqsədimizə çatmağımızın. Nə deməkdir bu? O deməkdir ki, həqiqət harda tapılır? Harda axtarılmalıdır? Həqiqət sizin, indi mən fiktiv, nominal olaraq başı göstərəm, beyni göstərəm, orada deyil. Həqiqət sizin ağlınızın içindədir. Təsəvvür edirsiniz. Həyatın bütün sirləri, təsəvvürləri, nə bilim, möcüzələri, yaxşı tərəfləri, pis tərəfləri, hamısı sizin ağlınızın içindədir. Və həqiqəti siz yalnız öz ağlınızın içində tapa bilərsiniz. Onu başqa bir yerdə tapmaq mümkün deyil. Siz onun başqa bir yerdə olduğuna inanacaqsınızsa, siz daima özünüzə yalan danışacaqsınız və heç vaxt onu tapa bilməyəcəksiniz. İllərinizi itirəcəksiniz. Ömrünüz gedəcək. Kitab oxumaqla onu aşkarlamaq olmur. Filmlərə baxmaqla, videolara baxmaqla, hansısa insanları dinləməklə, məni belə dinləməklə siz onu aşkar eləyə bilməzsiniz. Siz yalnız ağlınızın uydurduğu yalanları sorğulamaqla, ağlınızdakı anlayışları, nəsnələri sorğulamaqla, istəkləri, sizə gələn fikirləri, düşüncələri müşahidə edib, sorğulamaqla, bunların kimə aid olduğunu, nədən gəldiyini anlamağa çalışmaqla həqiqətin kökünü tapacaqsınız. Anlayırsınızmı? Və ali xoşbəxtliyin mənbəyi, ali nəsnələrin mənbəyi sizin ağlınızdadır. Təsəvvür edirsiniz. Məsələn, bir musiqiyə qulaq asırsınız, xoşbəxtlik hiss edirsiniz, elə deyilmi? Bu, ağlınızda olan xoşbəxtlikdir. Amma digər xoşbəxtlik üsullarına əl atırsınızsa, siz yalnız bədəninizdə olan hormonal disbalansdan yaranan, yəni hormonların ifrazından yaranan bir xoşbəxtlik. Bu cinsi də ola bilər, yemək həzzi də ola bilər, bir növ bir yalançı, bir keçici bir xoşbəxtlik hiss edirsiniz. Amma daimi və ali nəsnələrə aid olan xoşbəxtlik, sevinci siz ağlınızla hiss edə bilərsiniz. Bunu özünüz də yaxşı bilirsiniz. Odur ki, nə etmək lazımdır? Ağlınızın yaratdığı anlayışları, sualları bir-bir sorğulamaq lazım. Məsələn, ağlınıza sual gəlir. Bu nədir, bu nədir? Siz sorğulamalısınız ki, bu sualın mənbəyi hardadır? Bu sual məndə hardan çıxdı? Bu sual niyə mənim diqqətimi çəkdi? Təsəvvür eləyin ki, İslamda da bu ağlın yalanlarına aid olan bir analogiya var. Yəni, qadınla uşaq görürsünüz, məsələn, səhradır da burada, qaçır və ona elə gəlir ki, orada mirajdır da, qaçır miraja tərəf, ona elə gəlir ki, orada sudur. Gəlir, görür ki, su yoxdur, sonra bu tərəfə qaçır, orada da mirajı görür. Gəlir, görür ki, orada da su yoxdur. Nə deməkdir bu? Sizin ağlınız sizi aldadır. Məsələn, siz mağazaya girirsiniz, orada sizə yaxşı xidmət göstərilmir. Çıxırsınız, gedirsiniz. 2 aydan sonra həmin mağazanın yanından keçəndə ağlınıza fikir gəlir. Bəlkə mən o mağazaya girim. Çünki ağıl unutqandır, yanlışdır. Çünki ağıl iblisani proqramlarla doludur. Öz-özünə o riyaziyyatçı kimi, universal bir proqramist kimi bu reallığı yaradır. Təsəvvür edirsiniz. Ağıl şuuru yaradır. O, siz onu görməyəsiniz deyə, onu aşkarlamayasınız deyə şuuru yaradır və sizə deyir ki, mənimlə məşğul olma. Bax, şuur adında bir şey var, elm adamları məsələn bununla məşğuldur. Deyir, şuur adında bir şey var, bütün diqqətini ona yönəld və onunla məşğul ol. Mənə fikir vermə. Ağıl bütün nəsnələrin yaradıcısıdır. Bütün illüziyaların, hülyaların yaradıcısıdır. Və siz
ağlınıza gələn fikirləri, düşüncələri sorğulamasanız, anlayışları bir-bir çözüb o soğan kimi kəsib içində boşluğu aşkarlamasanız, siz həqiqəti dərk eləməyəcəksiniz. Həqiqəti anlaya bilməyəcəksiniz. Yenə deyirəm, əsas odur ki, siz yarı yola gələsiniz, 50-60%. Yəni, bu ağlınızı sorğulayasınız. Yəni, anlayışları, məsələn, mən bədəndəyəm, mən ruham, mən şuuram. Bax, bu anlayışları bir-bir götürürsünüz, sorğuluyursunuz. Bu nədir? Bunun mənə necə aidiyyatı var? Bu nədən ibarətdir? Sorğulama metodikası, praktikası vasitəsilə siz həqiqəti ağlınızı elə bil yanlışlıqlardan təmizləyirsiniz və həqiqət özü ortaya çıxacaq. Məsələ onda deyil ki, indi bizə deyirlər ki, güya ki, həqiqəti gedib hardansa tapacaqsan, yeni bir şey aşkarlayacaqsan. Yox. Həqiqəti tapanda siz Sakratın tapdığı həqiqəti tapacaqsınız. Ömər Xəyyamın tapdığı həqiqəti, Peyğəmbərin tapdığı həqiqəti tapacaqsınız. 100 min il əvvəl olan həqiqəti tapacaqsınız. O həqiqət dəyişilmir, böyümür, kiçildilmir, eynidir. Sadəcə biz bu texnoloji dövrdə özümüzü daha da illüzor düşüncələrlə, fiktiv ideyalarla aldatmışıq. Çünki biz Platona görə ideyalar aləmində, illüzor anlayışlar aləmində, mətnlər içində yaşayırıq. Anlayırsınızmı? Bu da bizə imkan vermir ki, biz içimizdə olan həqiqəti dərk eləyik. İç deyəndə mən nəyi nəzərdə tuturam? Bu bədənin içini nəzərdə tutmuram. Bu bədənin içində bir şey yoxdur. Şuuru, beyni nəzərdə tutmuram. Mən elm adamları səhvən özlərini neyronlarda, beyində, hüceyrələrdə, aksondur, taksondur, bunun içində axtarır. Əslində isə onlar özlərini gərək ağlın içində axtarardılar. Bu mənlik nə deməkdir? Sənin mənliyin nədən ibarətdir? Bir-bir baxırsınız, sorğuluyursunuz. Bu metodikadan istifadə edərək siz həqiqəti ortaya çıxardırsınız. Yox, əgər siz kitablar oxuyaraq, nə bilim, haralarısı gedib meditativ praktikalar edərək, xarici ölkələrə gedərək həqiqəti dərk edə biləcəyinizi düşünürsünüzsə, siz daima özünüzdən uzaqlaşırsınız. Həqiqət deyəndə həqiqət deyilən bir şey yoxdur. Bu da həqiqətdir. Həqiqət deyilən bir şey yoxdur, bu da həqiqətdir. Sadəcə bu sizin özünüzü aşkarlamağınız üçün olan bir məqsəddir. Bu qədər. Yəni, həqiqəti harda axtarmaq lazımdır? Öz ağlınızın içində. Bu qədər.